Salam əziz izləyicilər, bugün sizlərə dadlı, ləzzətli Rafaella salatı və ya hər kəsin bildiyi şəkildə didmə salat hazırlayacağım. Salatın hazırlanma qaydası üçün videonu sona qədər izləməyi unutmayın. Keçək hazırlanma qaydasına. Əvvəlcə 200 qram toyuq filesini didirəm. 100 qram Holland pendirini rəndənin xırda gözündən keçirirəm. Diddiyim toyuq ətini, rəndədən keçirdiyim pendiri, 5 yemək qaşığı mayonezi, 2 diş əzilmiş sarımsağı və 1 çay qaşığı duz əlavə edib qarışdırırım. Daha sonra qarışdırdığım salatı qoza bulayıb servis edəcəyim qaba yığıram. Salat artıq tam hazırdır. Heç gözləmədən bu şəkildə servis edə bilərsiniz. Çox dadlı, ləzzətli, hər kəs hazırlaya bilər. Hazırlayacaq olan hər bir kəsə nuş olsun. Kanalıma abunə olub dəstək olmağı unutmayın. Hələlik növbəti videolarda görüşənədək.